Salam, mən Fatimə Nuriyeva, Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə Fakültəsinin 2021-2026-cı illər üzrə təhsil alan fərqlənmə diplomu qazanmış məzunuyam. Əgər siz də ictimai səhiyyə ixtisasını seçmisinizsə, bu ixtisas haqqında daha yaxından məlumat almaq istəyirsinizsə, bilməlisiniz ki, ictimai səhiyyə gələcəyin ən perspektivli sahələrindən biridir. İctimai səhiyyənin əsas məqsədi yalnız xəstələri müalicə etmək deyil. İnsanların xəstələnməsinin qarşısını almaq, cəmiyyətin sağlamlığını qorumaq və səhiyyə sistemini daha effektiv idarə etməkdir. Məhz buna görə də dünyada ictimai səhiyyə mütəxəssislərinə ehtiyac ildən-ilə artır. Bu sahə sizə yalnız bir peşə deyil, çox şaxəli karyera imkanları təqdim edir. Epidemiologiya, səhiyyə siyasəti, qlobal sağlamlıq, rəqəmsal səhiyyə, sağlamlığın təşviqi, elmi tədqiqat, səhiyyənin idarə olunması və beynəlxalq təşkilatlarda fəaliyyət göstərmək bu istiqamətlərdən yalnız bir neçəsidir. Azərbaycanda bu sahə sürətlə inkişaf edir. Dünyada isə artıq uzun illərdir ki, səhiyyə sistemlərinin ən vacib istiqamətlərindən biri hesab olunur. Bu isə gələcəkdə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş imkanlar yaradır. Universitet illərində qazandığım akademik və peşəkar təcrübələr sayəsində Amerikanın nüfuzlu universitetlərindən biri olan Chicago Universitetinə qəbul və 2 il üçün ümumilikdə $70.000 məbləğində təqaüd, həmçinin Londonun nüfuzlu universitetlərindən birindən qəbul almaq imkanım oldu. Bu mənə bir daha göstərdi ki, universitet sizə möhkəm təməl yaradır. Amma gələcəyinizi müəyyən edən əsas amil həmin illərdə özünüzə nə qədər yatırım etməyinizdir. İnanıram ki, bugün başlayacağınız yol gələcəkdə sizi həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə uğurlu bir karyeraya aparacaq. Hamınıza uğurlar arzulayıram və İctimai Səhiyyə ailəsinə xoş gəlmisiniz.